Bugün səhər saat 07:35-də Şəmkir rayonunda baş verən yol nəqliyyat hadisəsi səbəbi belə 12 nəfər, 11-i qadın, 1-i kişi olmaqla Şəmkir rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib. Bu haqda moderator.az təbibdən bildirilib. Qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Hazırda 10 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Avtomobildə olan şəxslərin hamısı Yevlax rayonunun müxtəlif kənd sakinləridir. Məlumat üçün bildirək ki, Mercedes markalı mikroavtobusun qəzaya uğraması hadisəsi Kür-Narınqala avtomobil yolunda qeydə alınıb. Sözü gedən ərazi Şəmkirin Keçili kəndinin pay torpaqları və təsərrüatlarını aparan avtomobil yoludur. İlkin ehtimala görə hadisə sürücünün dönmə əməliyyatı yerinə yetirdiyi vaxt baş verib. Xəbərə görə mikroavtobusda sürücü ilə birlikdə 23 sərnişin olub. Onların Yevlaxdan Şəmkirdə yerləşən istixanada işləməyə getdikləri bildirilib.